hər birimiz öz gücümüzdə nə sayılırıq? Dəvətçi. Məsələn, bu ayə Allah Teala deyir, "Ud'u ilə səbil rabbik bil hikməti vəl məv'izatil həsənə" el-ayə. Rəbbinin yoluna dəvət apar. Bu ayə tək Muhammed sallallahu əleyhi və səlləm aiddir? Yox. Ümmətə də aiddir. Ümmətin içindəki alimlərə aiddir? Xeyr. Sonra tək elm tələbələrinə aiddir? Xeyr. Hamımıza, mənə, sənə, ona, o birisine, hamıya. Hamı Allaha dəvət aparmalıdır. Lakin hamı Allahın dediyi kimi bil hikmə, hikmətlə vəl məv'izatil həsən, gözəl söhbətlərlə Quran ayəsi, hədis, sahabələrin sözləri, alimlərin sözləri, həmçinin o sözlər ki, şəriətə müxalif deyil, onları istifadə edə bilərsən. Vallahi dəyərli qardaşlar, bizim içimizdə elə sıravi qardaşlar var ki, Allah onların dəvəti ilə elə insanlar var ki, onlara hidayət verib, onlar indi elm tələbələrdir. O qardaş bilinmir, məsələn, o kimdir? Onun dəvəti ilə Allah Teala ümmətə elm tələbəsi çıxardı. O indi elm tələbəsi də onu dəvət edən sıravi adamdır. Allah sabit eləsin hər ikisini də, məsələn, o sıravi qardaş necə deyərlər, qazandı. Sən də ola bilərsən o. Dəvət elə.